Bir nümunə üzərində qoşmanın xüsusiyyətlərini müəyyənləşdirək. Qoca dünya çoxun yola salıbdı. Köçən köçüb, köçməyənlər köçəcək. Qafil, içmə bugün əcəl şərabın, içən içib, içməyənlər içəcək. Baxırıq, şeir 3 bitkin hissədən ibarətdir. Deməli, burada 3 bənd var. Şeir vahidi oldu bənd. Hər bənddə 4 misra var. Ona görə şeirin şəkli oldu 4lük. Ölçünü müəyyənləşdirmək üçün birinci misradakı hecaları sayırıq. Qoca, dünya, 4, çoxun, 6, yola, 8, salıbdı, 11. Deməli, 11 heca var. Bölgü, yenə birinci misrada fasiləyə baxırıq. Qoca dünya, çoxun yola salıbdı. Bölündü 4, 4, 3 şəklində. Deməli, bölgü oldu 4, 4, 3. Bölgü şeirdə fərqlənə bilər misralarda, amma hecanın sayı 11 həmişə olduğu kimi qalmalıdır. Qafiyə quruluşuna baxırıq. Qoca dünya çoxun yola salıbdı. Sonuncu söz salıbdı. A ilə işarə edirik. İkinci misrada sonuncu söz köçəcək, uyğunlaşmadı B. Üçüncü misrada şərabın heç bir yan uyğunlaşmadı C. 4-də içəcək B ilə uyğunlaşdı B. Deməli, bəndin qafiyələri köçəcək və içəcək. Bu, birinci bənddə əsas qafiyədir. Sonraki misralarda B, yəni 2 və 4-ə uyğun olan sözlər ancaq 4-cü misrada ola bilər. 4-cü misrada biçəcək B. 3-cü bəndin 4-cü misrasında seçəcək B. Qalan 1, 2, 3-cü misralar isə bəndin qafiyələridir. Yəni, oradakı sözlər uyğunlaşır ancaq bəndə görə. Tökənlər, bükənlər, əkənlər ikinci bəndin qafiyələridir. Həvəsdən, pisdən, misdən, bu da 3-cü bəndin qafiyələridir. Əsas qafiyə isə birinci bənddə köçəcək, içəcək, ikinci bənddə biçəcək, üçüncü bənddə seçəcək. Yəni, əsas qafiyə ancaq qalan bəndlərdə ancaq 4-cü misrada olur. Qafiyədən sonra təkrar olunan söz yoxdur. Deməli, şeirdə rədif işlənməyib.